millətin maddi və mənəvi irsini qoruyan ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. 21 fevral bütün dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Bəs haradan və necə yarandı bu tarix? 1952-ci ilin 21 fevral tarixində Pakistanda Bengal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada 4 aksiyaçı şəhid edildi. Bangladeş nümayəndələri 21 fevralı məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ana dili günü kimi qeyd edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatına müraciət etdilər. UNESCO-nun baş konfransında 21 fevral beynəlxalq ana dili günü kimi elan olundu. Dil bir millətin simasını səciyyələndirən amillərdən biri və bəlkə də birincisidir. O, hər bir xalqın varlığı, onun milli sərvəti, qan yaddaşıdır. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bir bəhanə ilə qadağan olunması isə bir cinayətdir. Bugün İran işğalı altında olan Güney Azərbaycanda sayımızın 35 milyon olmasına baxmayaraq, ana dilimizdə nə bir məktəbimiz, nə də ki təhsil almaq hüququmuz var. İran rejimi əhalisinin əksəriyyətini təşkil edən bir millətin öz ana dilini qadağan etməklə dünyanın ən böyük cinayətini işləmiş olur. 21 fevral məhz öz ana dili uğrunda şəhid olmuş 4 Bengalın xatirəsinə qeyd olunur. Uzun illərdən bəridir ki, bizlər İran işğalı altında olan Güney Azərbaycanda öz ana dilimizdə danışmaq, təhsil almaq uğrunda minlərlə şəhid vermişik və bugün də veririk. Zaman ötdü, Bangladeş xalqı nəinki öz dilində danışmaq haqqını, hətta öz bağımsız dövlətini belə qurdu. Ümid edirik ki, bizim də uzun zamandan bəri verdiyimiz bu mücadilənin sonucu olaraq ən qısa zamanda dünyanın hər bir dilindən şirin olan doğma Azərbaycan türkcəmizi, bağımsız Güney Azərbaycan Cümhuriyyətinin rəsmi dili elan edəcəyik. Ana dili gününüz qutlu olsun. Ana dilini evdə qoyub, eşiyə çıxmaq məcburunda qalan millətim. Fevral ayının 19-da İranın voleybol üzrə Superliqasında Urmunun Şəhridari takımı Mazandaranın Kale takımı ilə qarşılaşdı. Yarımfinala çıxmaq uğrunda mübarizə aparan takımlar Urmunun Durnalar salonunda qarşı-qarşıya gəldi. Urmunun Durnalar salonunu tam dolduran soydaşlarımız takımlarına sonsuz dəstək verdi və milli sloqanlar səsləndirdilər. Soydaşlarımız türk dilində mədrəsə olmalıdır hər kəsə, Azərbaycan bir olsun, istəməyən kör olsun, haray haray mən türkəm və s. sloqanlarla Şəhridariyə möhtəşəm dəstək nümayiş etdirdilər. Urmu yandaşlarının sonsuz dəstəyi nəticəsində Şəhridari komandası 3-2 rəqibini yenməyi bacardı. Urmu və Marağada milli fəallar ana dili günü ilə bağlı uşaq bağçası və məktəblərə gedərək uşaqlara türkcə şeir və hekayələr kitabı hədiyyə ediblər. Onlarla ana dilinin əhəmiyyəti ilə bağlı söhbət ediblər. Bundan başqa Urmu və Təbriz universitetlərində öğrencilər tərəfindən yayılan dərgilərin növbəti sayının ana dili mövzusuna həsr olunacağı ilə bağlı açıqlama verilib. Diqqətinizə çatdıraq ki, hər il ana dili günü ərəfəsində Güney Azərbaycanda milli fəallarımız Güneyin müxtəlif şəhərlərində və hətta Tehranda ana dili günü ilə bağlı müxtəlif tədbirlər keçirir, ana dilimizin yasaq edilməsinə qarşı divar yazıları yazır və rejimə öz etirazlarını bildirirlər. Tehran şəhərində ana dili günü ilə bağlı bir araya gələn 4 milli fəal Əlirza Fərşi, Behnam Şeyxi, Əkbər Azad və Həmid Mənafeyi Nadarlı rejim tərəfindən tutuqlanıb. Daha öncə də tutuqlanan və vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılan bu milli fəallara qarşı İslam rejiminin məhkəməsi hökm oxuyub. Oğuz TV-nin əldə etdiyi bilgiyə görə Əlirza Fərşiyə 15 il həbs, Əkbər Azada, Behnam Şeyxiyə və Həmid Mənafeyi Nadara 10 il həbs hökmü çıxarılıb. Tək günahları dünyada hər bir millətin sahib olmalı olduğu öz milli haqlarını qorumaq olan milli fəallarımız təəssüflər olsun ki, Fars Molla rejimi tərəfindən ən ağır şəkildə cəzalandırıldı.